Buyurun, özünüzü təqdim eləyin. Mən Rəsulova Batıra, Aha. Neft Yol Tikinti Təmir Müəssisəsi, Neft tikinti. Səhmdariya. Aha. 25 ildir səhim qoymuşuq. Bizə heç bir iclasa, bir dəfə iclasa çağırıblar. Onda da deyiblər ki, baş tutmur. 25 ildə? ildir, 2020-ci ildə qoyulubdur. 25 ildir bizi süründürür. Müəssisə bizi icazə vermir, müəssisəyə yaxınlaşaq. Süründürür bizə, heç bir dividend zat vermir. Aha. Kimdir sədr burada? Rəhbərlik kimdir bilirsiniz? Yox, heç onu tanımırıq da. Gəlirik, gedirik, heç ortaya çıxmır. Aha. Siz danışınızdan belə başa düşdüm ki, deyəsən siz bu cəmiyyətin əvvəl əmək kollektivində fəaliyyət göstərmisiniz. Xeyr, Səhmdərəm. Kənardan sən. Kənardan Səhmdərəm. Bəs o cəmiyyətin o əmlakları ilə bağlı bilgilərini sardandır? İclas vaxtı yığışırıq bir yerə. Aha. Orada deyirlər ki, məsələn, bu Neft Yol Tikinti Təmirin neçə dənə filialı var. Neçə dənə? Bilmirik dəqiq, ancaq çoxdur filialları da. Hətta bizə süründürürlər ki, bağlanıb, neyniyib. Necə olur ki, Kim deyirdi filialı onu? olurlar. Kim deyirdi onu O bağlanıb? boyda idarə bağlana bilər. Bu Neft Yol Tikinti Təmir ağzımızda deyir ki, yolları bu düzəldir. Neçə olar ki, bunun hamısı bağlanar. Olur. Bir belə idarəni bağlamaq olar. Yox. Xahiş edirik bizə köməklik eylər. Kim eləsin? Kimdən gözlüksüz köməyi? Bu işi maraqlansın. Buradan müraciət edirəm Cənab Prezident İlham Əliyevə, xanım Mehriban vitse-prezidentə Mehriban Əliyevə bir belə özbaşınalıq olar. Nə qədər səhim vardı, heç birini bilmiyorum. Gördüyünüz bu şəxslər Neft Təmir Yol Tikinti ASC-nin səhmdarlarıdır. Hələ bu üzdə görünənlərdir. Deməli, bugün həmin cəmiyyətin sədri Nazim adlı şəxs səhmdarlara bildiriş göndərib, səhər saat 09:00-da cəmiyyətin iclası olmalıdır, neçə ildən sonra. Baxın, cəmiyyətin səhmdarları küçədə qalır, heç kimsə irəli durmur və bəhanə də belədir ki, Nazim müəllim xəstədir, xaricdə müalicədədir. Yaxşı, bu xəstədirsə, bunu bilirdiniz xəstədir, bunun nümayəndəsi var, hüquqşünası var və yaxud da ki, səhmdarlara təkrar iclas barəsində məlumat göndərilməli idi. Yoxsa bura gələndən sonra, burada deməli 28 mayda Füzuli rezident deyilən bir yerdə yer götürüblər. Kimə deyim? Hazır danışım, mən canlıdayım. Danışın. Cəmiyyətlə bağlı. Cəmiyyət qayda qanun olmayan yerdən nədən danış? Qayda var, qanun yox. Cəmiyyət 10 ildən artıq iclas kesildi. 15 yıl olar, ha? 15 yıl olar iclas Düzəlləşməsi? Yox, iclas kesildi. 15 yıl iclas kesildi, müəssisəni də söküb dağılıb talan edir. 15 yılda iclas kesildi. İndi bəx burada Bütün əmlakını da satıb. bu adam, bu adam 1400'e kadar səhmdarı olan bir cəmiyyətdir. neçə nəfər? 1400'e yaxın. Aha. Bunun da 800 əmək kollektidir. Burada azdır. 3-4 nəfər adam var. Bu da ki, bunun da indiyə bu günə qədər hələ yeri bəlli olmuyor ki, hardadır. Bu böyük bir cəmiyyət olur. Böyük. Bir maxinasiya, korrupsiya, dövləti istismar eləmək, belə də öz başına alır, baş alıp yedik. O biri de bu nümunəsi də budur. Və indi hələ 1400 adamın hamısı gəlsəydi, bu sonra park yer düşünəcəkdi, qaldı ki. Bəli. Belə deyil. Qanun qayda işləməyən bir sistemdə nədən da? Yox, bunların özləri bilir, hər şey bilir. Bilir, eləmir. Məktub göndərəndə hamıya göndərmirlər. Sizə göndərirlər. Ona görə də cəmaatı az yığmaq istəyirlər ki, ortaya çıxmasın işçi, bilinməsin. Öyle olmaz axı. Müəssisədə nə qədər adamlar var, səhmdarlar var. Bir belə adamları niyə fırlatsınlar ki?